Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə mən lə nebiyyə və əmə bə'd. Selamu aleykum və rahmetullahi və berekatuhu. Deməli biz Aqidətül Vasitiyyə risaləsini oxumaqda davam edirik və müəllif Şeyxülislam rahimehullahdır. Hicrətin 728-ci ilində vəfat edib, yəni 8-ci əsr hicrətlə. Və Şeyx rahimehullah burada Əhlüsünnə vəl Cəmaənin etiqadını bəyanlayır və bu risaləni zindanda yazıb. O da iki namazın arasında. O da səbəb nə idi? Səbəb o idi ki, Vasit deyilən bir yerdə, İraqda, Vasit deyilən bir yerdir, məntəqədir. Oradan biri gəlir, deyir ki, orada ixtilaf düşüb sahabələrin əqidəsində. Biri belə deyir, biri belə deyir. Bizə sahabələrin əqidəsini göstər. Quran sünnəyə nə gəlib? Və Şeyx rahimehullah iki namaz arasında, elə zindanda oturub bu risaləni qeyd edib, çıxardır. Ondan sonra bu risaləyə adını qoydular Vasitiyyə. Vasitiyyə. Səbəb Vasitiyyə nə üçün adlanıb? Yerin adıdır. Çünki oradan bir şəxs gəlmişdi Vasit deyilən bir yerdən. Suallarla, ona görə şeyx o suallara cavabını yazdı və adı risaləyə adını qoydular Vasitiyyə. Deməli, biz keçən məclisimizdə Quran barədə danışdıq. Quran-ı Kərimə iman gətirmək vacibdir ki, Allahın kəlamıdır, həqiqətən o sözlər ondan gəlir, ondan başlayıb. Və sonra, rahimehullah, Allahı görmək məsələsi qiyamət günü Allahı görmək məsələsindən toxundu. Əhlüsünnə vəl Cəmaənin etiqadı ki, etiraf edirik ki, Allah Taala qiyamət günü və həmçinin cənnətdə özünü göstərəcək. Deməli, Allah iki yerdə özünü göstərəcək. Qiyamət günü Ərasatda, bir də cənnətdə. Amma bu dünyada Allahı necə var, zatı ilə görmək mümkün deyil. Mümkün deyil, çünki bədən ona taqəti çatmaz. Çünki Musa aleyhissalam o vaxtı deyəndə ki, özünü mənə göstər, o Peyğəmbər idi, Allahı tanıyırdı. Görünməyən bir şeyi deməzdi. Əgər mümkün deyildirsə onu görməyi heç vaxt deməzdi ki, Peyğəmbər belə səhv eləməzdi ki, yara, özdə Allah barədə ki, mən özümü göstər. Allah da demədi ki, sən bilmirsən ki, mən heç vaxt görünməzəm. Yox, dedi ki, bu dünyada, bildirdi ki, bu dünyada görmək mümkün deyil. Dedi ki, mənə görünməzsən, bax dağa. Əgər bax dağa, dağ taqəti çatsa, onunla məni görərsən. Və bəyan olundu ki, ayədən ki, insan, bəşər, övladı hal-hazırdakı bədənlə, hal-hazırdakı güclə, taqətlə görə bilməz. Amma axirət isə tamam başqadır, cənnət tamamən başqadır. Sonra rahimehullah burada buyurur ki, mə yədxulu fil iman bil yevmil axir. Yəni, iman, axirətə iman məsələlərində nə daxildir? Yəni, İnsan axirətə iman deyəndə ki, mən axirətə iman gətirirəm, o məsələyə daxildir. Nə insan ölümdən sonra, ölüm vaxtı və ölümdən sonra nə baş verir? Onlar hamısı axirətə imandır. Yəni, məsələn, biri deyir ki, mən axirətə iman gətirmişəm. Amma cənnət cəhənnəmə inanmıram və ya şübhə eləyirəm. Cənnət cəhənnəmə inanmamaq küfürdür və inanmayan kafirdir. Hətta şübhə eləmək. Və o başa düşmür ki, əgər cənnət cəhənnəmə inanmırsa, axirətə inanmır. Bunlar hamısı bağlıdır bir-birinə. Necə ki, məsələn, deyir, mən nazir olan kitablara inanıram. İmanın əsaslarından da biri, kitablara, nazir olan kitablara iman gətirmək. Biri deyir, mən Qurana inanıram, İncilə inanmıram. Düzgün deyil. Və ya Tovrətə inanmıram. Düzgün deyil. Və ya Zabura, məlum olanlara bizə. Və ya Peyğəmbərlərə imanda imanın əsaslarındandır. Biri deyir ki, mən Muhammed sallallahu aleyhi ve sellem İsa'ya inanmıram. İsa Peyğəmbər deyil, olmaz, bu küfürdür. Yəni, bunlar hamısı daxildir. Mələklərə iman, bütün mələklərə aid olan məsələlər daxildir. İman gətirmək. Nə gəlib Quran sünnədə, səhih sünnədə. Kitablara iman, Peyğəmbərlərə iman, axirət gününə iman, qədərin xeyrinə və şərinə iman. Deməli, burada müəllif rahimehullah, Şeyx rahimehullah, Şeyxülislam, birinci, nə axirətə imanı daxildir, birinci toxunur,
qəbir məsələlərinə. Yəni, qəbirdə olan hadisələr, qəbir əzabı və s. Qəbir əzabı bilirsiniz ki, sabitdir. Həm Quranda, həm sünnədə. Sadəcə Quran-ı Kərimdə müxtəsər olduğuna görə bəzi məsələləri işarə ilə bildirib Allah Taala. Ne üçün həmçinin səbəb? Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem onu təfsilat verib. Ümumiyyətlə, ayələri, Peyğəmbər sallallahu aleyhi ve sellem ayələri təfsilat verən idi. Başa salan idi. Və Quran-ı Kərimi Peyğəmbərdən də başqa kim yaxşı bilər? Sallallahu aleyhi ve sellemlə. Və ona görə bəzi məsələlər, nəinki qəbir əzabı, bəzi məsələlər və o məsələlər də az deyil, çox məsələlər. Quran-ı Kərimdə işarə gəlib. Adı namazın özü. Lakin necə namazı qılmaq, Fatihəni oxumaq, ondan sonra surə və s. O namazın hərəkətləri, məhz ərəb dilində bu qəsd olunur namaz. Çünki adı rükunu götür. Rükü ərəb dilində namazda bir heyətdir. Hərəkətdir ki, namazda dayanırsan o cür. Amma rükü ərəb dilində çox məna verir. Əgər biz dilə gəlsək, biri deyə bilər ki, orada xuşu mənasındadır, yəni Allahdan qorxaraq. Namaz heç qeyd olunmur. Biri gəlib deyə bilər, indi var axı ağıllılar. Yəni ağıllılar necə onlara elə gəlir? Şəriəti ağıla tabi eləyənlər, ağılı müqəddəsləşdirənlər, ağılı üstün görənlər. Yox, biz demirik ağıl heç nədir. Lakin biz deyirik ağılın sərhədi var, həddi var. Onu aşmaq olmaz. Ağıl tabidir şəriətə. Ne üçün şəriətdə elə məsələlər var, ağıl acizdir. Nə ki şəriətdə? Ağıl acizdir, hətta bu dünyada olan bəzi məsələlərə. Ağıl acizdir. O ki qaldı dinə, o ki qaldı axirət məsələlərinə. Və ona görə məsələn, qəbir əzabı sabitdir, iman gətirmək ona vacibdir. Və burada müəllif nə deyir, rahiməhullah? Buyurur ki, ومن الإيمان باليوم الآخر إيمان بكل ما أخبر به النبي صلى الله عليه وسلم مما يكون بعد الموت فيؤمنون بفتنة القبر وبعذاب القبر ونعيمه. Yəni ahirete imandan da biri budur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem iman gətirmək dediyinə nə xəbər verib ona iman gətirməkdir. Ki möminlər qəbir fitnəsini görəcək və qəbir əzabın və orada mükafatın görəcək, ləzzətin görəcək, neymətin görəcək, qəbirdə hələm. Necə bilmirik. Bəziləri bu dünyanı müqayisə eləyir, deyirlər, hələ deyir, açlıq yox, o səhvdir. Bu dünyanı bərzəxlə müqayisə eləmək olmaz. Bərzəxi axirətlə müqayisə eləmək olmaz. Axirəti də cənnətlə. Əgər inanmırsansa, ziddiyyatdasan. Sənlə indi hal-hazırda olan həyatınla, ananın bətnində olan həyatı müqayisə elə, eynidir. Ağlın varsa deyəcəksən, eyni deyil. Əgər hələdirsə, hələm varsan, eyni deyilsə, ananın bətnindən bu dünyadakı eyni deyilsə, həmçinin bərzəx də eyni deyil, axirət də eyni deyil, cənnət də, cəhənnəm də eyni deyil. Və yu'minuna bi azabil qabr, fitnə sözü imtihan deməkdir. İmtihan, hesaba çəkmək. Və sonra şeyx buyurur ki, وَاَمَّا الْفِتْنَةِ فَاِنَّ النَّاسِ يُفْتَنُونَ فِي قُبُورِهِمْ فَيُقَالُ لِلرَّجُلِ مَنْ رَبُّكَ وما دينك ومن نبيك فيثبت الله الذين آمنوا بالقول الثابت في الحياة الدنيا وفي الآخرة فيقول المؤمن ربي الله والإسلام ديني ومحمد صلى الله عليه وسلم نبيي. Və burada Şeyxülislam işarə eləyir ayə və hədislərə. Çünki Şeyxülislamın əqidəsi, ümumiyyətlə Əhlüsünnə vəl Cemaə əqidəsi Quran və hədisdən gəlir. Quran və səhih hədislərdən, səhih. Və burada Şeyx Rahimullah bildirir ki, amma qəbirdə və bir kişini feyuqalülür racul, bir kişi bir rivayəti gəlib otusturacaqlar. Deyir ki, Rəbbin kimdir? Suallar məlumdur qəbirdə. Rəbbin kimdir? Soruştururlar, Rəbbin kimdir? Dinin hansıdır? Peyğəmbərin kimdir?
Və sonra Şeyx Rahimullah ayəni gətirir. Feyusabbitullahu Allah Taala sabit edir. Onları ki iman gətirdi. Ona ki iman gətirdi. Bil qavli sabit, sabit sözlə, möhkəm sözlə, dəyişilməyən. Fil həyatü dünya, bu dünyada və fil axirə, və həmçinin axirətdə. Axirət də başlayır insan öləndən sonra. Kiçik axirət, böyük axirət. Və mümin nə deyəcək? O vaxt ki, soruşanda Rəbbin kimdir, Peyğəmbərin kimdir, dinin kimdir? Mümin deyəcək ki, Rəbbim Allahdır, dinim İslamdır, Peyğəmbərim də Muhammed sallallahu aleyhi ve sellem. Bu mümin. Amma murtab yəni şəkli olan, yəni qəsd olunur kafir, mümin olmayan. Fəyəqulu məhə, yəni deyə bilməyəcək işlə. Hə, lə ədri, bilmirəm. Səmitun nas yəqulunə şeyən fəqultu, eşitdim, insanlar nə deyir, onu da dedim. Fəyudrabı bi mirzəbbətin min hədidin yəsihu seyhətən yəsmauha kullu şey illəl insan. Və onu bir mələklərdə alət olacaq. Alət olacaq ağrılı. Onu vuracaqlar. Vuracaqlar və o qışqıracaq. İnsandan başqa hamı eşidəcək onu. Bu Allah Taala'nın rəhmətindəndir. Təsəvvür edin ki, insanlar eşitsəylə olardı. İnsan hətta qəbirstanlıqdan keçəndə bəzilər qorxur, qəbirstanda qalmaq gecə, qorxurlar. O ki, qaldı meyyidin səsini eşitmək. Bəzi insanlar meyyiddən qorxur. Təsəvvür edin Allah Taala'nın rəhməti ki, biz onları eşitmirik. O kafirlərə verilən əzabları, asilərə. Amma hamı eşidir. Heyvanlar və s. Və وَلَوْ سَمِعَهَا الْاِنْسَانِ لَسَعِقْ Əgər insan eşitsə, özündən gedər. O dəhşətli səsi. ثُمَّ بَعْدَ هَذِهِ الْفِتْنَةِ اِمَّا نَعِيمٌ وَاِمَّا عَذَابٌ Sonra o fitnədən sonra, imtihandan sonra yəni, ya qiyamət qopanacan, orada ləzzət alacaqsan, çünki cənnətdə yervi göstərəcəklər və cəhənnəmdə də yervi göstərəcəklər. Asi olsaydın, kafir olsaydın, bura düşəcəkdin, cəhənnəmə. Lakin mömin olduğuna görə səni bura gözləyir. Mömin deyəcək, ya Rabbi, tez qiyamət qopsun. Çünki qiyamət qopmamışsan, qalxmayacaqsan. Həmçinin kafirə də əzab. Kafirə də əzab. Cənnətdə yeni göstərəcəklər, əgər mömin olsaydı bu idi. Cəhənnəmdə yeni göstərəcəklər, səni bu gözləyir. Kafir də Allaha dua edəcək ki, ya Rabbi, qiyaməti uzat, qiyaməti qoparma. Fikir versən, deməli, qəbirdə dua eləmək var. Dua eləmək var, amma bu dünyadan fərqlənir ki, orada artıq pillərdən istəməyəcəklər. Allahdan istəyəcəklər. Kafir də Allaha deyəcək. Duadır. Aydındır. Fərq budur. Və sonra Şeyx Rahimullah yəni xülasə yəni Əhlüsünnə və Cəmaət etiqadı budur. Budur, qəbri barədə və qəbir əzabı barədə və oradakı suallar və həmçinin deməli ya cənnət, ya cəhənnəm göstərilməyi və s. Və sadəcə onu demək istəyirəm ki, əzab ancaq kafirlərə olacaq. Birdən asi olsa, böyük günah sahibi, onlara da əzab olacaq qəbirdə. Lakin kafirlə fərqi nədədir? Kafirlə fərqi budur ki, ona müəyyən bir müddət olacaq. Müsəlman günahkara. Amma kafirə isə qiyamətəcəm. Kafirə isə qiyamətəcəm, bərzəxdə. Bərzəx nədir? Ərəb dilində haciz, yəni hasar, yəni mani. Yəni bərzəx, insan bərzəx nə vaxt başlayır? Öləndən sonra. Ta qiyamətəcəm. Bu ara bərzəx adlanır, bərzəx aləmi. Məsələn, deyəndə bərzəx aləmi, insan öləndən ta qiyamətəcən o məsafəyə deyilir. Əlhamdülillah, bu qıssa Şeyxülislamın burada sözlərini qeyd elədiyi Allah və Rəsulunun dediyinə əsasən və sonra müəllif Rahimullah başqa məsələlərə toxunur, o da qiyamətə aid olan məsələlərə inşallah qalsın gələn məclislərimizə. Allah düzün bilir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.